Vaxtınız xeyir, hörmətli tamaşaçılar. Azərbaycan televiziyasında xəbərlərin vaxtıdır. Studiyada mən Leyla Cavaddır. Əvvəlcə anonslar. Prezident İlham Əliyev Antalyada Şimali Kipr Türk Cumhuriyyətinin prezidenti Ersin Tatar ilə görüşdü. Antalyada 4-cü diplomatiya forumu işə başladı. 140 ölkədən nümayəndənin qatıldığı forumda hansı müzakirələr aparılacaq? Türkiyədən birbaşa bağlantımız olacaq. Qubadlıda işğalın daha bir izi. Dəmirçilər kəndi ərazisində insan sümükləri tapıldı. Araşdırmalar başladı. İsrail ordusu Qəzzada hərbi əməliyyatları davam etdirir. Xan Yunisə hava zərbələri 10 nəfərin ölümünə səbəb oldu. Tovuzda məktəblilər dəm qazından zəhərləndilər. İndi isə daha ətraflı. Prezident İlham Əliyevin bugün Antalyada Şimali Kipr Türk Cumhuriyyətinin prezidenti Ersin Tatar ilə görüşü olub. Söhbət zamanı Prezident İlham Əliyevlə Ersin Tatar arasında ölkəmizdə və beynəlxalq tədbirlər çərçivəsində keçirilən görüşlər, həmçinin ötən il onun Şuşada Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi zirvə toplantısında iştirakı məmnunluqla xatırlandı. Prezident İlham Əliyev Şimali Kipr Türk Cumhuriyyətinin Türk Dövlətləri Təşkilatına müşahidəçi qismində qatılmasını qeyd etdi. Ersin Tatar dövlətimizin başçısına Şimali Kipr Türk Cumhuriyyətinə göstərdiyi həmrəyliyə və dəstəyə, həmçinin bir neçə gün əvvəl Ada Universitetində keçirilən beynəlxalq forumda dediyi sözlərə görə minnətdarlığını ifadə etdi. Söhbət zamanı müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin həyata keçirilməsi və bir sıra sahədə əməkdaşlıq məsələlərinə toxunuldu. Türkiyədə 4-cü Antalya Diplomatiya Forumu başlayıb, forum parçalanmış dünyada diplomatiyanın bərpası mövzusunu əhatə edir. 140 ölkədən 450-yə yaxın nümayəndənin qatıldığı tədbirdə müasir şəraitdə dialoqun qurulması, həmçinin müxtəlif regionlarda münaqişələrin həlli yolları müzakirə ediləcək. İndi biz Antalyaya bağlanırıq, son məlumatları bizimlə birbaşa bağlantıda olan əməkdaşımız Vüsal Mətləb çatdıracaq. Vüsal, buyurun, efirdəsiniz. Xoş gördük Leyla. Bəli, Antalya Diplomatiya Forumunun başlamasına çox az qalıb, ancaq əsas tədbirin, yəni açılış tədbiri və əsas forum çərçivəsində liderlərin müzakirələrindən öncə artıq ikitərəfli müzakirələrin, ikitərəfli təmasların başlandığını deyə bilərik. Azərbaycan prezidentinin də artıq belə bir görüşü olub. Şimali Türk Cumhuriyyətinin lideri ilə Azərbaycan prezidenti arasında görüş keçirilib. Xatırladaq ki, bir neçə gün öncə ADA siyasi forumunda Azərbaycan prezidenti Şimali Kipr türklərinə öz dəstəyini ifadə etmişdi Şimali Kipr Cumhuriyyətinə və bu dəstəyə görə Şimali Kipr Cumhuriyyətinin lideri Azərbaycan prezidentinə xüsusi təşəkkür etdi həmin görüşdə. Bu dəfəki bugünkü forumun mövzusu, adı əslində onun mövzusu barədə müəyyən fikir irəli sürməyə əsas yaradır. Parçalanan dünyada diplomatiyaya sahib çıxmaq. Sahib çıxmaq sözünün xüsusi altını xüsusi çizərək fərqləndirmək mümkündür. Məsələ burasındadır ki, bugün dünyanın parçalanması, kəskin şəkildə qütbləşməsi, müxtəlif cəbhələr arasında, müxtəlif qütblər arasında ayrıcı xətlərin tündləşməsi meylləri diqqət çəkir. Diplomatiya isə demək olar ki, işləmir, beynəlxalq hüquq isə qeyri-fəal vəziyyətdədir və bu halda diplomatiyanın bərpasına çox böyük ehtiyac var. Əks halda indi yaşananlar davam eləyəcək, yəni hərbi toqquşmalar davam eləyəcək. Təəssüf ki, ancaq diplomatiya yeganə həll yolu kimi görünür bəzi ölkələr tərəfindən, o cümlədən Türkiyə, o cümlədən Azərbaycan üçün. Bugünkü forumun və 3 gün davam edəcək forumun əsas gündəliyi nədən ibarət olacaq? Qlobal güc tətbiqinin suverenliyə, milli suverenliyə törətdiyi risklər, eyni zamanda beynəlxalq hüququn işlək vəziyyətə gətirilməsi, iqlim dəyişikliyi, terrorizmlə mübarizə, humanitar yardım, rəqəmsallaşma, süni intellekt, ərzaq təhlükəsizliyi və bu və digər məsələlərin liderlərin diqqət mərkəzində olacağı gözlənilir. 140-dan artıq ölkənin nümayəndələrinin 20-si dövlət və hökumət başçısı, 60-dan artıq xarici işlər nazirləri, eyni zamanda 60-dan artıq beynəlxalq təşkilatın nümayəndələrinin qatılacağı forumda deyə bilərik ki, planetin gələcəyi ilə bağlı taley yüklü məsələlər diqqət mərkəzində olacaq. Biz isə burada müzakirələri izlədikcə, məlumatlar əldə etdikcə sizinlə bölüşməyə davam edəcəyik. Hələlik isə bu qədər. Təşəkkür edirik Vüsal sizə ən son məlumatlara görə. Biz isə davam edirik.
Xarici siyasətdə balanslaşdırılmış yanaşma, qarşılıqlı hörmət Azərbaycanın beynəlxalq nüfuzunu artırır. Beynəlxalq və regional tədbirlərdə iştirakımız da bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Regionun nəbzi Antalyada vurur. 20'si dövlət və hökumət başçısı olmaqla dünyanın 200'ə yaxın ölkəsindən diplomatlar Antalyada planetin gələcəyi üçün bir masa ətrafında yığışıblar. Parçalanmış dünyada diplomatiyanı bərpa etmək forumun konseptual əsasını təşkil edir. Prezident İlham Əliyevin forumda iştirakı ilə ölkəmizin qlobal miqyasda etibarlı tərəfdaş və təşəbbüskar dövlət olması əyani təsdiqini tapır. Beynəlxalq münasibətlər sahəsində zəngin təcrübə, strateji baxışlar və praqmatik yanaşmalar dövlət başçımızı beynəlxalq platformaların əsas fiquruna çevirib. Azərbaycanın suverenliyini bərpa etməsi, ölkənin post-münaqişə dövründə sülh təşəbbüsləri və enerji təhlükəsizliyi sahəsindəki strategiyası qlobal auditoriyalarda maraqla qarşılanır. 70'in üzerinde bakan ağırlayacağız. 20'nin üzerinde devlet ve hükümet başkanımız geliyor. Ayrıca sivil toplum örgütlerinin, uluslararası kuruluşların, think tank kuruluşlarının, akademisyenlerin, gazetecilerin geldiği ve burada diplomasiye bir şans vereceği ve çatışmanın değil masada sorunların çözülebileceği bir ortam oluşturacağı bir iklim hedefleniyor. Forum həm də Azərbaycan-Türkiyə münasibətlərinin strateji mahiyyətini bir daha göstərir. Liderlər səviyyəsində aparılan görüşlər iki qardaş ölkənin bölgədə və dünyada ortaq mövqedən çıxış etməsinin vacibliyini təsdiqləyir. Mövcud münasibətlər Azərbaycan-Türkiyə əlaqələrinin inkişaf perspektivlərinə, ikitərəfli əməkdaşlığın siyasi, iqtisadi, enerji, nəqliyyat, müdafiə və digər sahələrdə daha da dərinləşdirilməsinə zəmin yaradır. Regional təhlükəsizliyin təminatçıları Azərbaycan və Türkiyə sülh və əməkdaşlığın təşəbbüskarları kimi çıxış edirlər. Parçalanmış dünyada diplomatiyanı bərpa etmək devizi ilə keçirilən bu ilki platforma təkcə regional deyil, həm də qlobal təhlükəsizlik, sülh və əməkdaşlıq üçün yeni baxış bucaqlarını formalaşdırır. Səkinə Bababəyova, ASTV xəbər. Qubadlıda insan sümüyünə bənzər sümük qalıqları aşkar edilib. Qalıqlar Qubadlı rayonunun Dəmirçilər kəndində qazıntı işləri aparılarkən tapılıb. Faktla bağlı Qubadlı rayon prokurorluğunda araşdırma başlanılıb. Mövqelərimiz yenə də atəşə tutulub. Müdafiə Nazirliyindən verilən məlumata görə ötən gün saat 20:55-də Ermənistan Silahlı Qüvvələrinin bölmələri Tovuzqala rayonunun Seyrək Meşə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan ordusunun mövqelərinə atıcı silahlardan atəşə tutub. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb. Azərbaycanlılara qarşı cinayətlər törətməkdə təqsirləndirilən erməni əsilli şəxslərin məhkəməsi bugün davam edir. Arayik Artunyan və digərlərinin işi üzrə növbəti proses hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilir. Təfərrüatları Bakı Hərbi Məhkəməsindən hazırda bizimlə birbaşa bağlantıda olan əməkdaşımız Südabə Cahangirlidən öyrənək. Buyurun, eşidirik sizi. Hər vaxtınız xeyirli olsun. Bakı məhkəmə kompleksində təqsirləndirilən 15 nəfər Ermənistan vətəndaşının barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi davam edir. Məhkəmə prosesində hal-hazırda cinayət işinin ayrı-ayrı fəsilləri üzrə məhkəmə istintaqı aparılır. Təqsirləndirilən şəxslər dövlət ittihamçılarının, zərər çəkmişlərin vəkillərini və özlərini müdafiə edən vəkillərin suallarını cavablandırırlar. Qeyd edək ki, ifadələrdə Ermənistan Azərbaycana qarşı apardığı təcavüzkar müharibə, bu müharibə nəticəsində Azərbaycana və xalqımıza qarşı törədilmiş çoxsaylı cinayət faktları, o cümlədən soyqırımı, kütləvi qətillər, deportasiya və digər bu kimi çoxsaylı cinayət faktları subutlarla, faktlarla təsdiqini tapar. Təqsirləndirilən şəxslər öz ifadələrində o zamanlar yaradılmış qondarma rejim, bu rejimdə dırnaqarası tutduqları vəzifələr, Azərbaycana qarşı aparılan həm 1-ci Qarabağ müharibəsi, həm 2-ci Qarabağ müharibəsində hansı döyüşlərdə iştirak etdiklərini, hansı vəzifələr
vəzifələri daşıdıqlarını və digər bu kimi cinayət əməllərini bir daha ifadələrində sübutlarla, faktlarla təsdiqləyirlər. Qeyd edək ki, bir daha birmənalı şəkildə qeyd olunur ki, o zamanlar yaradılmış qondarma rejimin ordusu Ermənistanın ən böyük silahlı birləşməsi olub. Hansı ki, həmin silahlı birləşmənin tərkibində olan əskər və zabitlərin 70%-i Ermənistan vətəndaşı olub, Ermənistandan göndərilib. 30%-ni isə o zamanlar Azərbaycanın işğal altında saxlanılan ərazilərində yaşayanlar təşkil edirmiş. İkincisi, qeyd olundu ki, həmin bu ordunun, bu silahlı birləşmənin bütün maliyyə təminatı, hətta nəinki bütün maliyyə təminatı, eyni zamanda silahların alınması, onların hətta əskər və zabitlərin maaşlarının verilməsi, hamısı birbaşa Ermənistan ordusu, Ermənistan silahlı qüvvələri tərəfindən həyata keçirilirmiş. Üçüncüsü, həmin bu ordunun bütün rəhbər şəxsləri Ermənistanın Müdafiə Nazirliyinin təqdimatı əsasında verilirmiş və Ermənistan prezidenti də təsdiqləyirmiş. Dördüncüsü, bütün bu ordunun həyata keçirdiyi əməliyyatları Ermənistan silahlı qüvvələri əmrinə əsasən həyata keçirilirmiş. Bu cür sübutlar, faktlar cinayət işində olduqca çoxdur və təqsirləndirilən şəxslər də ifadələrində təsdiqləyirlər. Məhkəmə prosesində iş üzrə keçən çoxsaylı sənədlər, video materiallar da təqdim olunur və araşdırılır. Məhkəmə prosesi açıq keçirilir. Prosesdə dövlət ittihamçıları, zərər çəkmişlərin vəkilləri, təqsirləndirilən şəxslərin vəkilləri və tərcüməçilər iştirak edirlər. Qeyd edək ki, təqsirləndirilən şəxslərin hər biri 2 müdafiəçi və eyni zamanda erməni və rus dilində tərcüməçilərlə təmin olunublar. Bizim hələlik bu saata çatdıracaqlarımız bu qədər. Biz yəqin ki, növbəti xəbərlərin buraxılışında bizim xüsusi reportajımız olacaq və bunu da biz tamaşaçıların diqqətinə çatdıracağıq. Hələlik isə bizdən bu qədər. Söz mərkəzdə, studiyadadır. Təşəkkür edirik Südabə sizə ətraflı məlumata görə davam edək. İsrail ordusu Qəzzanı bombalamaqda davam edir. Əl-Cəzirənin məlumatına görə anklavın cənubuna, Xan Yunisə zərbələr 10 nəfərin ölümünə səbəb olub. Həlak olanlar arasında uşaqlar var. Rəfah da hava hücumuna məruz qalıb. Təfərrüatlar hələ ki açıqlanmır. Beyt Lahiyədə isə hava zərbələri 2 nəfərin həyatına son qoyub. Yaralıların olduğu bildirilir. Digər tərəfdən İsrail ordusu Qəzza şəhərinin Şücayə və daha 5 rayonundan sakinlərin qərbə təxliyəsinə göstəriş verib. Ordunun mətbuat xidmətinin yaydığı məlumatda deyilir ki, İsrail hərbçiləri terror infrastrukturunu məhv etmək üçün tam gücü ilə fəaliyyət göstərir. Təxliyə olunmalı ərazilərin xəritəsi də dərc olunub. Böyük Britaniya Norveç ilə birgə Ukraynaya 450 milyon funt sterling dəyərində hərbi yardım paketi elan edib. Birləşmiş Krallığın Müdafiə Nazirliyinin məlumatına görə bu məbləğin 350 milyon funt sterlingi Britaniya, qalan 100 milyonu isə Norveç verir. Vəsait yüzlərlə dronun, tank əleyhinə minaların və avadanlıqların təmiri üçündür. Yeri gəlmişkən Britaniya şəhzadəsi Harry Ukraynaya səfər edib. O, yaralı əskərlərin reabilitasiya keçdiyi Superhumans mərkəzinə baş çəkib. Növbəti xəbərimiz dünya iqtisadiyyatına təsir edən Amerika Birləşmiş Ştatları-Çin münasibətləri barədədir. Görünür, Amerika Birləşmiş Ştatları artıq Pekinlə gərginliyə son qoymaq qərarına gəlib. Belə ki, Vaşinqton ticarət məsələləri ilə bağlı Çinlə saziş əldə olunmasını istəyir. Bu barədə Ağ Ev rəhbəri Donald Trump kabinetin iclasında açıqlama verib. Çin lideri Si Jinpinə hörmətlə yanaşdığını deyən Trump hər iki ölkənin xeyrinə olan həll yolunun tapılmasının mümkünlüyünü qeyd edib. Biz razılıq əldə etmək istərdik. Onlar həqiqətən də uzun müddət ölkəmizdən yararlanıblar. Hər kəsdən daha çox qarət ediblər. Mənim yerimdə oturan insanların bunu necə dəstəklədiyi inanılmazdır. Söhbət çox sayda prezidentdən gedir, bir neçəsindən deyil. Lakin onlar bunu ediblər. Bizim gördüyümüz bütün işlər bunu yenidən yoluna qoymaqdan ibarətdir. Mənim prezident Siyə böyük hörmətim var. O uzun müddət ərzində sözün əsl mənasında mənim dostum olub və düşünürəm ki, biz yekunda hər iki ölkənin xeyrinə olacaq bir iş ortaya qoyacağıq. Bunu səbirsizliklə gözləyirəm.
Hindistanın Bihar və Uttaraxand ştatlarında qasırğa ciddi fəsad törədib, təbii fəlakət səbəbindən 50 nəfər həlak olub. Tələfat hallarının 25-i Bihar ştatında ildırım vurması nəticəsində baş verib. Xəsarət alanlar da var, onların bəzilərinin vəziyyəti ağır qiymətləndirilir. Qasırğa xeyli sayda tikili və infrastruktura da ciddi ziyan vurub. Güclü külək 320 elektrik dirəyini onlarla ağacı aşırıb. Sinoptiklər əlverişsiz hava şəraitinin daha bir neçə gün davam edəcəyini deyirlər. İndi isə ölkə gündəminə qaydaq. Tovuz rayonunda məktəblilər zəhərlənib. Hadisə Düz Cırdaxan kənd tam orta məktəbində qeydə alınıb. 5 şagird Tovuz rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Onların dəm qazından zəhərləndiyi ehtimal olunur. Faktla bağlı isə araşdırmalar davam etdirilir. Son günlər Kürün səviyyəsində yenidən kəskin azalma müşahidə edilir. Çayın suyu xeyli azalıb. Bu vəziyyət daha çox Salyan və Neftçala rayonlarında keçən hissədə müşahidə edilir. Yanvar-fevral aylarında çayda suyun səviyyəsinin qalxıb enməsi nəticəsində irili xırdalı adalar və yarımadalar əmələ gəlib. Buna görə də su nasoslarının işləməsində çətinliklər yaranıb. Suvarmada yaşanan problemləri aradan qaldırmaq üçün böyük nasosların qarşısında isə çayın dibinin dərinləşdirilməsi başlanılıb. 60-70 metrə kür gedib düşüb aşağı. Bu da kürün səviyyəsinin aşağı düşməsi cəmaət üçün çətinlik yaradır. Xüsusən Salyan cəmaəti kürün qırağının nasoslardan istifadə edirlər. Kür təkcə Azərbaycana məxsus deyil. 3 ölkədən keçir. Amma bunun suyunun bolluğu bir regional, bir qlobal bir məsələ yaradır ki, hər dövlət özü üçün su ehtiyatlarının onun gələcək istifadəsi üçün baza yaradırsa, bu kürdən istifadə edir. Suyu səmərə istifadə etməyən, onun israfçılığın qabağını almalıyıq, hər öz töhfəsini verməlidir. Kürün həm suyunun tənzimlənməsində bu faktorlarla yanaşı, kürün təmizliyini də qorumalıyıq. Bu ekoloji cəhətdən saf kürü qoruyub gələcək nəsillərə ötürməliyik. Ölkəmizdə icbari tibbi sığortanın müayinə və müalicə xəstəliklərinin siyahısına daha bir əlavə edilib. Belə ki, artıq Parkinson xəstəliyinin müayinə və müalicəsi də icbari tibbi sığorta ilə qarşılanır. Yeri gəlmişkən 11 aprel Ümumdünya Parkinson xəstəliyi ilə mübarizə günüdür. Parkinson xəstəliyi beyin neyronlarının zədələnməsi və ölümü nəticəsində ortaya çıxan mərkəzi sinir sisteminin pozulmasıdır. Bu xəstələrə sağlam qidalanma, idman, meditasiya və ya digər stres azaldan fəaliyyətlərlə məşğul olmaq tövsiyə olunur. Qərbi Azərbaycan icmasının Bakıda əsas qərargahının yerləşdiyi küçənin adı dəyişdirilib. İndiyədək Gülnarə Qədimbəyevanın adını daşıyan küçəyə Mirzə Qədim İrəvaninin adı verilib. Mövzunu birbaşa bağlantıda əməkdaşımız Vüsalə Məmmədzadə davam etdirəcək. Vüsalə, siz efirdəsiniz. Buyurun. Bəli, biz paytaxt küçələrindən birindəyik, hansı ki, Qərbi Azərbaycan icmasının ofisinin yerləşdiyi küçədə Mirzə Qədim İrəvani küçəsindəyik. Məhz bu küçəyə Mirzə Qədim İrəvaninin adı verilib. Qeyd etmək istəyirəm ki, Mirzə Qədim İrəvani Azərbaycan dəzgah boyakarlığının banisidir. Bu küçəyə onun adının verilməsi isə bildiyiniz kimi Prezident İlham Əliyevin Mirzə Qədim İrəvaninin 200 illik yubileyi ilə bağlı sərəncamına əsasən imzalandı və bu sərəncama əsasən də məhz bu küçəyə onun adı verildi və Şərq miniatürlü ilə və Qərb Avropa realist məktəbini birləşdirən bu rəssamımız çox məşhur əsərləri ilə və öz əsərlərinin koloritliyi, incəliyi ilə də və harmoniyası ilə də Qərb və Şərq mədəniyyətinin tanınır və qeyd etmək istəyirəm ki, məhz bu mədəni irsdə, onun mədəni irsi də Qərbi Azərbaycandakı çoxsaylı mədəni irs nümunələri kimi rəssamın bir çox əsərləri 1918-1920-ci illərdə Ermənistanın Azərbaycanlılara qarşı törətdiyi zorakılıq və talanlar zamanı məhv edilibdir. Və rəssam haqqında onu da deyək ki, məhz rəngkarlıq, boyakarlıqda çox böyük izi olubdur bu rəssamın və üslubları ilə ümumiyyətlə Azərbaycan təsviri sənət tarixində yeni mərhələnin başlanğıcını qoyan rəssam sənətkarlardan biri olubdur. Hələ ki, mənim sizə söyləmək istədiyim, ümumiyyətlə Mirzə Qədim İrəvaninin Azərbaycanın miniatür sənətindən tutmuş, həm də dəzgah boyakarlığında qoyduğu iz haqqında qısa məlumatım bu qədər. Söz sizdədir, əsas studiyada. Təşəkkür edirik Vüsalə, sizə ən son məlumatlara görə davam eləyək.
BMT-nin New Yorkdakı mənzil qərargahında keçirilən Dövlət İdarəçiliyi üzrə Ekspertlər Komitəsinin 24-cü sessiyasında ölkəmiz də təmsil olunub. Tədbirdə Azərbaycan brendi olan Asan Xidmət modeli BMT ekspertlərinin müzakirəsinə çıxarılıb. Azərbaycan Respublikasının prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev çıxışında bildirib ki, Azərbaycan son illərdə dövlət xidmətlərinin inkişafı sahəsində beynəlxalq miqyasda nümunəvi təcrübə formalaşdırıb. Asan xidmət vətəndaş mərkəzli idarə etmə prinsiplərinə əsaslanır və bu model heç kimi kənarda qoymamaq fəlsəfəsini təcəssüm etdirir deyə agentlik rəhbəri vurğulayıb. BMT-nin Dövlət İdarəçiliyi üzrə Ekspertlər Komitəsinin üzvləri də Azərbaycanda dövlət xidmətlərinin göstərilməsi sahəsində görülən işləri və asan xidmətin əldə etdiyi nailiyyətləri yüksək qiymətləndiriblər. Səfər çərçivəsində Dövlət Agentliyinin sədri ilə BMT baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini arasında görüş də keçirilib. Asan əslində Azərbaycanın unikal modeli kimi həm dövlət xidmətlərinin çatdırılması üsuludur. Eyni zamanda davamlı inkişaf məqsədlərinə və insan hüquqlarına hörmət edən bir sistemdir. Və bu cür sistem bugün artıq 25-dən çox ölkəyə ixrac olunur Azərbaycan tərəfindən və bu sistem BMT tərəfindən qiymətləndirilərək bütün digər ölkələrə tövsiyə olunur. Hansı ki, o ölkələr dövlət xidmətləri sahəsində, xidmətlərin əlçatanlığı sahəsində bir islahat aparmaq istəyirlərsə, Azərbaycanın asan modelini tövsiyə olunur və asan modelinə müraciət olunur. UNEC-də sahibkarlıq, təhsili, iqtisadi artımın yeni imkanları mövzusunda konfrans keçirilib. Rusiya, Qazaxıstan və Tacikistanın aparıcı universitetlərinin rəhbərlərinin, eləcə də sahibkarlarında iştirak etdikləri konfransda təhsilin iqtisadi inkişafa təsiri, sahibkarlıqda rəqabətin inkişafı kimi mövzular müzakirə olunub. Müzakirələr çərçivəsində müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparılıb. Azərbaycan Gосударственного экономического университета решаем одну большую задачу. Biz böyük bir məsələni həll etməyə çalışırıq. Sahibkarları necə yaratmaq lazımdır? Onlara universitetlərdə hansı mühit lazımdır? Hansı təhsil proqramı lazımdır? Çünki biz başa düşürük ki, sahibkarlıq peşələrin peşəsidir və bunu sistem şəklində öyrənmək lazımdır, ən azı 5 il. Bizə ölkələrimizin büdcəsini dolduran, iqtisadiyyatı inkişaf etdirən sahibkarlar lazımdır. Hələlik bizdən bu qədər, hörmətli tamaşaçılar. ATV xəbər izləməyə davam edin. Sağ olun, salamat qalın.